Bakının Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Lentaza verilən məlumata görə zərər çəkən polisə müraciət eləyərək, naməlum şəxsin mənzilindən içərisində 70 min nağd pul, 8 min manat dəyərində qızıl zinət əşyaları və şəxsi sənədləri olan seyfinin talandığını bildirib. Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib. Faktla bağlı Nizami rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.